Demək, əziz şagirdlərimiz, bu gün biz sizinlə cümlə seksiyələrimizdən biri olan bağlayıcıya nəzər yetirəcəyik. Gəlin baxaq görək bağlayıcı nəyə deyilir. Cümlə üzvlərini və cümlələrin arasında əlaqə yaradan köməkçi hissəsinə bağlayıcı deyilir. Bağlayıcı quruluşda iki cür olur: sadə bağlayıcılar və mürəkkəb bağlayıcılar. Sadə bağlayıcılara nümunə olaraq və, ilə kimi bağlayıcılara nümunə göstərmək olar. Mürəkkəbə isə nə də, gah da, halbuki və sair bağlayıcıları nümunə göstərmək olar. Bağlayıcılar iki cür olur: tabelik bağlayıcıları və tabesizlik bağlayıcıları. Tabelik bağlayıcıları daha çox mürəkkəb cümlələr arasında işlənir. Tabesizlik bağlayıcıları isə sadə cümlə və həmcins üzvlər arasında işlənir. Bağlayıcının bir neçə növləri var, ancaq biz bunları növbəti videolara nəzər yetirəcəyik. Bu gün sadəcə olaraq bağlayıcıya aid hansı nümunələr deyə bilərik, onlara nəzər yetirəcəyik. Bağlayıcılar və, ilə, gah, gah da, istər, istərsə də, amma, ancaq, lakin, isə, fəqət, həm də, da, də, çünki, ona görə ki, ondan ötürü ki, halbuki, hərçənd ki, məsələn, yaxud, ki və s. bağlayıcılar nümunə göstərmək olar. Yəni biz bu sözləri harda görsək, bağlayıcı olaraq götürməliyik. Əziz şagirdlərimiz, biz bu gün bağlayıcılara nəzər yetirdik. Növbəti videolarımızda isə qoşma və bağlayıcının bəzi ortaq sözləri var. Onların fərqləndirməsinə nəzər yetirəcəyik və bağlayıcının növləri hansılardır, onlara nəzər yetirəcəyik. Növbəti videolarımızda görüşmək üzrə, sağ olun.